Deməli İsmailin Qalacıq kəndindəyik. Belə gözəl təbiətdə. Və burada bir Ağsaqqala rast gəldik. Ağsaqqal neçə yaşınız var? 93. Ay maşallah 93 yaşı var. Adınız Qurban İmamali. Qurban kişi. Bax belə gümrah sağlam qalmağın bu yaşa qədər və maşallah ayaq üstə görürəm belə rahat çox gümrah. Onun sirri nədir? Tövsiyələriniz nədir? Onun sirri nə deyim də? Mən təbiəti çox sevirəm. Mənim ilim günü bu dağlarda keçir. Mənim ilim günü bu yaylaqlar, qaymaq, kabar, biberdə keçir. Bu bir. Təmiz hava olsun. Təmiz hava, qaymaq, kabab. At məndə at olub yaxşı. At belində. Atdan gecəndə də çox yaşayır. Mənim rəhmətlik anam 110 yaş yaşayır. Ona gələnlə sonra kolxozda işləyib. İndi də təsərrüfatla məşğul olur. Təsərrüfatla məşğul olur. Yəni işləyir. 93 yaşımda bu saat təsərrüfatla məşğul olur. Mən bu sağın, mən mal saxlayıram. Sağlığa mən bu hep təbii şeyləri yerim. Sıradan bir gününüz necə keçir? Səhər neçədə durursunuz, gün orta neymişsiniz, akşam neymişsiniz? Akşam mən tezdən açığı deyim. Akşam saat neçədə yatırsınız? 9'da. Saat 9'da yatır. Səhər 6'da dururam. 6'dan verir. Malxara ilə məşğul olurum. Malxarı irəliyorum. Özünüz yenirsiniz. 93 yaşında. Özüm. Ağartı. Qatıq gündəlik var. Həmişə. Ağartı məqüzə çox malxarımız. Belə hər şey bilir. Görürsünüz, bax mən də çox uzun ömür insanlara rast gəlmişəm. Onlar həmişə ağartı məhsullarından çox istifadə edirlər. Bəzi yeni çıxan həkimlər var ki, deyirlər ağartı siz ziyandır, qətiyyən inanmayın. Mən bunu ən çox da qahvətləriniz həmişə reaksiyonunuzda olur. Yaxşı, bu ziyandı yoxsa xeyirdir? Ne? Bu ziyandı yoxsa xeyirdir? Bunu yemək. Onun ziyanı da var xeyir. Ziyan nədir, xeyir nədir? Ne xeyri var ki ben ziyanı. Ben şu ziyanı Sizin çünkü tərziniz yoxdur. ben şu ziyanı. Çünki hərəkətdə olursunuz, fizik hərəkətdə olursunuz. Ben şu ziyanı yok. Düyündə Azərbaycanımızın 28 may Respublika günüdür. Münasibətlə bütün Azərbaycanı, bütün vətəndaşlarını, bütün soydaşlarımıza təbriklər. Bugün bizim iki bayramımız var. Birinin açında Havalimanı açıldı. havalimanı açılır. İkincisi de milli bayramımız var. 28 Mart.